Tovuz rayonunun ən ucqar dağ kəndlərindən biri olan Şıxeybət kəndindəyik hal-hazırda. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Nəbiyev Cilingir Azadoğlunun anım günüdür. Çox çətinlik də olsa bu yolu çıxa bilmişik. Həqiqətən Tovuzun elə dağları var ki, yolları çox çətindir. Çıxmaq olmur. Amma bizim borcumuzdur. Biz gördüyünüz hər biri Tovuz rayonu şəhidlərinin valideynləri, ataları, anaları, bacıları, qardaşları, əzizləridir. Biz hər zaman Tovuzdan şəhid ailələri birliyi olaraq çalışırıq. Bütün şəhidlərimizin anım günlərində iştirak edək, onların ziyarətində olaq. Tovuzda həqiqətən də belə şəhid məzarlıqları çoxdur. Yəni onları ziyarət etmək üçün bir gün vaxt lazımdır ki, onların ziyarətinə çıxmaq, onları ziyarət etmək lazımdır. Bir gün ondan ötürü vaxt lazımdır. Çətinliklə də olsa, gördüyünüz kimi, valideynlər qalxır ziyarətə. Allah cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Hər biri bizim üçün bir qəhrəmandır. Görürsünüz şəhidlərimizin anaları. Hər biri buradadır. Allah onlara uzun ömür, can sağlığı versin. Çətinlik də olsa hər biri özünə borc bilir. Şəhidlərimizin ziyarətində olmağı.